Yəni bunu görən kimi üzünə bir şapala. Nə gedən? Uşaqlığı istəyən eşkəkləri başa salıram. Dövlət uşaqlığı verməməlidir. Uşaqlığı kim tələb edir? Heç bir iş görməyən, tənbəl, bütün günü yatan, beyni işləməyən insanlar. Bunlar yataqdan çıxmırlar. 5 dənə, 6 dənə uşaq doğurlar, yüklülər insanların, yəni biz sizin işləyən insanların kiminə, dövlət büdcəsinə, sonra uşaqlığı tələb edir. Bu köhnə videodur, amma mən bunu saxlamışdım ki, video çəkəndə mütləq bunu yıxım sürüyüm. Çünki bu axır vaxtlar çox qatıq-qatıq paylaşımlar eləyir. Burada da deyir ki, uşaqlığı istəyən eşşəklər. Ay, sən xalqı belə təhqir eləyə bilməzsən, ay eşşəklər. O eşşək dediyin adamların övladları sənin başıma də boğarlar səni. İsmayıllıda bir manyak rayon sakinlərini həyəcan içində saxlayıb. Rayon sakinlərinin verdiyi